You heard about the terror act against our embassy, which was an organized act of terror against. Siz bizim səfirliyə qarşı terror aktı barədə eşitmişsiniz. Bu, Azərbaycan Diplomatik Korpusunda təşkil edilən terror hadisəsidir. 30-40 dəqiqə ərzində terrorçu tərk silah edilmədi. Polis maşınları gəlib getdi. Nəticədə bizim təhlükəsizlik əməkdaşlarımızdan bir nəfər qətlə yetirildi, ikisi yaralandı. Yalnız bizim təhlükəsizlik əməkdaşlarımızdan biri əliyalın halda cəsurluq göstərərək terrorçunu tərk silah etdi. Bununla da diplomatik korpusda yaşayan səfirlik əməkdaşlarının onlarla ailə üzvünü mümkün təhlükədən xilas etdi. Çünki diplomatlarımızın ailə üzvləri, uşaqlar da daxil olmaqla o binada yaşayırdı. Ona görə də biz dərhal və şəffaf şəkildə istintaqın aparılmasını tələb edirik. Və fakt budur ki, həmin terror aktından sonra İran mediası terrorçudan müsahibə götürdü. Bu onu göstərir ki, həmin terrorçu İran hakimiyyət orqanları tərəfindən ora göndərilib. Digər qəribə hal ondan ibarətdir ki, hadisədən 2 gün sonra terrorçu əqli çatışmazlığı olan şəxs elan olundu. Bu ekspertiza rəyi dərhal necə verilə bilər? Bu, sadəcə olaraq onu mühakimədən qorumaq cəhdidir. Ona görə də İran hakimiyyəti istintaqı şəffaf aparmalıdır və bizə bu barədə məlumat verilməlidir. Terrorçu cəzalandırılmalıdır və ən vacibi isə Azərbaycana qarşı bu qəddar aktı törədən terrorçunu ora göndərən İran hakimiyyət orqanlarının nümayəndələri ədalət qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz əlaqələrin normallaşması barədə danışa bilərik. We can talk about any kind of normalization.